Mən yolla gələ-gələ bu şad xəbəri eşitdim. Bu şad xəbəri bizə yaşadan prezidentimizə, Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm. Allah onlara can sağlığı versin. 9 ildir biz bu xəbəri gözləyirdik. Bugün bu Zəfər Bayramı münasibəti ilə bizi sevindirdilər. Allah bütün Azərbaycan xalqını sevindirsin. Arzu edirəm bütün Azərbaycan xalqı həmişə sevinsin, həmişə əmin-amanlıq içində yaşasınlar. Arzu edirəm kimin ürəyində nə arzu varsa Allah onların arzusunu yerinə yetirsin. Bir də arzu edirəm bu Pəncəli haqqında kimin bir qram əziyyəti varsa, kimin bir kəlmə sözü, bir hərf sözü Pəncəli üçün deyibsə, Allah onlara can sağlığı versin. Allah onları həmişə sevindirsin. Allah onların övladlarının xeyir işini onlara qismət eləsin. İnşallah. Allah onlara can sağlığı versin. Zəfər günündə Zəfər belə bir qəhrəmanlıq adını təltif eşidəndə necə hisslər keçirtdi Zəfər günündə? Zəfər günündə, Zəfər bayramı, elə bil Zəfər bayramında prezident məni təbrik edib. Çox sağ olsun. Allah ondan razı olsun. Minnətdaram prezidentimə də. Mən həmişə hər bir tədbirdə mən öz prezidentimə minnətdarlığımı bildirmişəm. Azərbaycan xalqının başından bizim prezidentimiz bir dəqiqədə əskik olmasın. Gözləyirdiniz belə bir təltifi? 9 ildir gözləyirdim, amma sizi doğru düzgün deyim ki, indi bir balaca səngimişdi, inanmırdım. Amma bu böyük bir sevinç idi. Prezidentimiz buna bizə bəxş elədi. Çox sağ olsun, minnətdarım.